Burada Həzrət niyə o iki şəxsin adını gətirir? Yəni Həzrəti Həmzə və Həzrəti Cəfərin adını. Bəzi şəxslərin məqamları, mənzilətləri o qədər üstündür ki, tarixə belə sığmırlar. Həzrəti Həmzə və Həzrəti Cəfər bu şəxsiyyətlərdəndirlər. Məqamları çox böyükdür, ülvi məqamları var. Həzrəti Həmzə iman gətirdi və bu yolda da axırda biz görürük ki, şəhid oldu. Peyğəmbəri çox sevirdi, qəbul edirdi və müdafiə edirdi. Bədirdə və Ühuddə biz Həzrətin o böyük şücaətlərinin şahidiyik. Ühud döyüşündə də biz görürük ki, şəhadətə çatdı və məzlumcasına şəhadətə çatdı. Həzrəti Peyğəmbər də gəldi, qəbrinin üstündə ağladı, əzadarlıq elədi Həzrəti Həmzə üçün. Amma Cəfər əleyhissalam, Həzrəti Cəfər İslamın əvvəllərində Həbəşəyə hicrət edir. Və orada Nəcaşinin sarayında Həzrəti İsa və Həzrəti Məryəm barəsində Qurandan ayələr oxuyur. Və bu ayələr Həzrəti Cəfərin cavabları Nəcaşini qane edir və müsəlmanlara sığınacaq verir. Ta hicrətin 7-ci ilinə qədər Həzrəti Cəfər Həbəşistanda qalır, Xeybərin fəthi zamanında Mədinəyə qayıdır. Ayətullah Subhanidən eşitmişəm mən bunu ki, ağa buyururdu ki, Peyğəmbər belə buyurdu. Mən bilmirəm Cəfərin gəldiyinə sevinim, yoxsa Xeybərin fəth olunmasına. Bu qədər şəxsiyyəti böyükdür və biz sonda da görürük ki, Mu'tə döyüşündə məzlumcasına şəhid olur.